Salam aleyküm əziz insanlar. Aydınlanma kanalına xoş gəldiniz. Bu dəfəki mövzu Azərbaycanın düşüncəsi ilə Azərbaycanlıların Azərbaycanlı olması ilə əlaqəlidir. Mövzu yavaş-yavaş danışdıqca açılacaq və nə demək istədiyimi siz anlayacaqsınız. Deməli, 3 dənə sosial şəbəkə istifadə edilir Azərbaycanda. Biri TikTok'dur, biri YouTube'dur, biri də Instagram'dır. Cılız düşüncəli insanların çoxluğu TikTok sosial şəbəkəsindən istifadə edir. Normal, ən azından normal psixikaya sahib olan adamların çoxusu YouTube sosial şəbəkəsindən istifadə edir. Və ən egoist, ən özündən razı, ən kör, ən çox fantaziyada yatan insanlar Instagram sosial şəbəkəsindən istifadə edir. Deməli, bir videoya rast gəldim. Orada qadın, 40 yaşına keçmiş qadın video çəkməyə çalışır, qoyur. Yanında pişik oturub skamyakada, pişiyi götürüb qucağında saxlayıb video çəkməyə çalışır və yanına bir kişi yaxınlaşır. Bu kişi hardasa qoca bir kişidir və əli qırılmış halda, əli bağlıdır belə, o biri əlində siqaret tutur və qadına yaxınlaşır. Qadın buna deyir ki, yəni mən video çəkirəm, ağsaqqal, mən video çəkirəm və s. Sonra çıxır gedir, yəni videonu çəkir də. İki kişiyə müraciət edir ki, bu kişiyə deyin ki, məndən uzaqlaşsın. Onlar heç nə eləmir. Ondan sonra başqası gəlir, bu kişini itələyir, vurur. Qadın da bunu çəkir. Sonra qadın görür ki, bu əli belə olan kişi, onun sarıqlı olan kişi onun dalıyca qaçmağa başlayır. Qaça-qaça kameraya çəkir və gedir, yolu keçir və deyir ki, məni çəkdilər. Və bu videonu götürüb internetdən Instagram sosial şəbəkəsinə yükləyir. İndi siz deyə bilərsiniz ki, nə var ki burada? Sən nəyə fikir verməyimizi istəyirsən? Mən sizə insanın egoizminin necə işlədiyinə fikir verməyinizi istəyirəm. Sizdən bunu istəyirəm. Mən bu qadına şərh yazdım ki, birincisi, bu video Səməd Vurğun bağında çəkilib. Dedim ki, siz bilmirsiniz ki, hara getdiniz, hara gedirdiniz və ora video çəkiləsi yer deyil. Bu bir. İkincisi də ki, siz özünüz panika yaratdınız, sizə heç kəs işini eləmədi. Bu qadın isə məni bloka atdı və yazdı ki, sizə şərh bildirməyə belə ehtiyac yoxdur. Siz oğlansınız, amma belə bir düşüncəniz var. Siz qəddar adamsınız. Siz pissiz. Və digər qadınlar, bu mənim şərhim idi. Digər qadınlar videonun altında yazdı ki, kişi yoxdur, onlar kişi deyirlər. Onlar kişi olmağa layiq deyirlər. Ölkədə kişi yoxdur. Və ona yazıqları gəlirdi. İndi yenə deyəcəksiniz ki, sən nəyi demək istəyirsən? Biz nəyi düşünək, nəyə fikir verək? Məsələ ondadır ki, bu insan egoistdir və öz izləyicilərini də aldadır. Sizlər də mənim danışdığım sözlər aldada bilər. Siz bunun içində bir egoizmi görmürsünüzsə, sizi də deməli aldadıblar. İnsan egoizmi, insanın iblisani ağlı onu necə aldadır, ona uyğun olaraq necə interpretasiya edirsə, şərh edirsə hadisəni, gəlin biz buna baxaq. Birincisi, sən 40 yaşını keçmiş bir insansın, düzdür? Sən necə bir ölkədə yaşadığının fərqinə varmalısan, elə deyilmi? Bu bir. İkincisi, sən anlamalısan ki, Səməd Vurğun bağı pis enerjiyə sahib olan bir yerdir. Oranın enerjisi pisdir. Ümumiyyətlə, Bakı şəhərində 2 dənə pis enerji yayılan, zəhərli, zibil enerji yayılan 2 yer var. Biri Targovudur,
Targovu adlandırılan yerdir. Görürsünüz indi videolarda orada marojnada satırlar. İkincisi de 28 may metro stansiyasının yaxınlığındakı ərazilərdir. Orada da zibil enerjisi yayılır. Oradan buradan bütün egoist, mənfi energetika dolu tələbələr, insanlar, qocalar və s. başdan xarablar hamısı gəlir, tökülür ora və mənfi enerji yayılır. Hissiyatınız yoxdursa, deməli bunu hiss eləyə bilmirsiniz. Bu iki yer parazitizm və zibil enerjisinin yayılmasında böyük bir rol oynayır. Targovu və 28 may. Təmizlənmədən, yeni tikililərdən söhbət getmir. Söhbət ondan gedir ki, bu yerlərin enerjisi özü pisdir. Çünki pis insanlar, negativ enerji dolu insanlar orada gəzişir. İndi bu ikincisi. Üçüncüsü nə idi? Sən video çəkirsən. Sən 40 yaşını keçmiş bir insansın. Görsən ki, yanına bir kişi yaxınlaşır. Piyanist əlində sigaret sarılır belə. Sən ona sərt cavab verərək onu özündən uzaqlaşdıra bilərdin. Və sən əgər ağıllısansa, necə bir cəmiyyətdə yaşadığının fərqinə varırsansa, sən başa düşməlisən ki, belə bir insan əgər səndən əl çəkmişsə, götürürsən, çıxırsan, gedirsən kameranı, düzdür? Dördüncüsü, bu qadın deyir ki, mən o iki kişiyə müraciət elədim, onlar mənə köməklik eləmədi, uzaqlaşdırmadı onu, ona söz demədi. Baxın, bu iki kişi də qocadır, o da qocadır. Əgər bu iki qoca o qocaya söz desələr, bu hörmətsizlik olacaq. Bu bir. İkincisi, o cavan birisi olsaydı, bu iki qoca, bu iki kişi ona söz deyəcəkdi, ona cavab verəcəkdilər, onu səndən uzaqlaşdıracaqdılar. Amma onlar görür ki, bu piyanistkadır, əlində sigaret var, əli sarılıdır, qoca kişidir. Onlardan yaşca bəlkə də böyüdür. Bəlkə problem yaradacaq. Bəlkə ona sözlərini deyəcəklər, o da gedib polisə şikayət eləyəcək. Bəlkə orada dava çıxacaq. Bəlkə bu söyüşləyəcək, o söyüşləyəcək, bir-birlərini vuracaqlar, döyəcəklər. Sən ümumiyyətlə başa düşürsən, nə istəyirsən, nə tələb eləyirsən digər insanlardan. Qadın bunu anlamır. Çünki dərrakəsi buna çatmır. Çünki necə bir ölkədə yaşadığının fərqinə vara bilmir. Bu problem yaradar bu ikisinə. Həmçinin də əxlaq normaları, hörmət normaları baxımından bunların onunla bir şey eləməsi, danışması düzgün deyil. Həmçində üçüncüsü də o da var ki, insanlar problem istəmir. Əgər bu sənin problemindirsə, öz problemini həll elə. Bizim sosial reallığımız göstərir ki, digərlərinin problemlərini həll etməyə çalışanda biz özümüz daha böyük bir problemin zibilin içinə düşürük. Polisə düşürük, başqa bir şeyə düşürük, elə deyilmi? Qadın kişi ilə dalaşır, sən gəlirsən, qadını qorumağa çalışırsan, sonra görürsən ki, ya polisə düşmüsən, yaxud da ki, qadın sənə deyir ki, sən özün günahkarsan. O mənə gəldi, belə elədi. Səni günahlandırmağa çalışır. Sən artıq pis birisinə çevrilirsin. Bax, belə bir cəmiyyətdə yaşayırıq biz. Bu düşüncədir, xaotik düşüncədir. Sonra, nə demək olar? Bax, bu qadına demək lazımdır. Tutaq ki, baxın, mənim arxamda canavar qaçır, düzdür? Mənim arxamda canavar qaçırsa, mən necə qaçacam? Önümə baxacam, düzdür? Yoxsa mən götürüb əlimdə kamera tutub belə-belə baxacam ki, o mənim dalımca gəlir ya yox. Bu qadın qaçmağa başlayır. Panika yaradır öz-özünə. Onun zehni, iblisani ağlı dəhşəti yaradır. O bu dəhşətə inanır və qaçır. Halbuki o belə-belə gəzir adam. Və o biri kişiyə müraciət edib, o da piyanistkadır da, belə görünür. Bu da bunu vurdu. Bu sənin dalınca ona görə gedir ki, sənə görə vuruldu. Başqası bunu vurdu, ona görə gedir sənin dalınca. Düzdür? Ona görə gedir sənin dalınca. Bu ona görə sənin dalınca gedir. Və sən gedə-gedə, qaça-qaça kameraya baxırsan. Yolu keçdin, yenə baxırsan ki, gəlirlər, gəlir, gəlmir.
Sən panika yaradırsan. Bu qoca kişidir. Bu nəhəng cüssəli bir adam deyil ki, sənin dalınca qaçsın. İndi mən başqa tərəfə değinəcəm. Bəlkə də bu varlı bir kişi olsaydı, maşını olan bir kişi olsaydı, pullu bir, sənin yaşında bir kişi olsaydı, sən eyni reaksiyanı verəcəydin, hə? Yox. Amma o piyanistaydı, sarıqlı belə, siqaret çəkən birisi idi deyə sən iyrənmə reaksiyasını verdin. Sən artıq onu öz beynində aşağıladın. Sənin ona ağsaqqal deməyin belə sənin onu hörmət etməyin demək deyil. İnsanlar cəmiyyətdə, toplumda maskalar taxırlar və bir-birlərini söyürlər. Adam sənin üzvə baxır, sən də onun üzünə baxırsan. Sən də susursan, o da susur. Amma o öz içində deyir ki, sənin ağzını belə-belə eləyim. Baxır sənə baxa-baxa heç bir reaksiya, emosiya bildirmir üzü. Amma baxa-baxa sənə deyir ki, sənin ağzını belə-belə eləyim. Bütün cəmiyyət belə işləyir. Bildiniz? Və bu qadın bunun fərqinə varmadı. Və digər qadınlar ona yazır ki, bu cəmiyyətdə kişi yoxdur, əsl kişi var, hər şey kişi yoxdur, kişi ölüb gedib. Belə yaşayırlar insanlar. O, onun fərqinə varmır ki, onun zehni onu aldatdı və situasiyanı elə şərh elədi ki, sanki bu zərər çəkmişdi, bunlar da qəddar insanlardı. Halbuki onlar sənə nə toxundular, nə də bir şey elədilər. Amma sən egoistsən, düzdür? Sən yolu keçdin məsələn, hadisə baş verdi. Bitdi də, sən bunu niyə videoya çəkirsən? Sən niyə iki kişini çəkirsən videoya? Hə? Niyə çəkirsən videoya? Niyə paylaşırsan? Niyə gəlirsən bu emosiyanı, bu ağrını buraxmağın yerini özünlə bir yerdə daşıyırsan, gəlirsən internetdə paylaşırsan? Çünki sənin egoizmin dəstək istəyir. Çünki sənin nəfsin dəstək istəyir. İstəyir ki, insanların sənə yazığı gəlsin, səni zərər çəkmiş kimi görsünlər, ki, sən qurbanlıq sindromuna qapılasan, yatasan, səni bəyənsinlər, səni sevsinlər. İnsanlar belə yaşayır. Sizin egonuz belə işləyir, onun egosu belə işləyir və onun egosu situasiyanı elə gördü ki, o heç vaxt həqiqətin fərqinə varmayacaq və hər bir insan bax beləcə egoizminin içində yaşayır. Bu hər bir insan deyəndə çoxluğu nəzərdə tuturam. Bu kör egosunun içində yaşayır. Bildiniz? Bu timsalında bunu demək istəyirdim sizə. Bunu çatdırmağa çalışırdım. Ən pisi də odur ki, insanlar indi hər şeyi kameraya çəkir. Kameraya niyə çəkirsiniz? Hə? Sosial şəbəkə Instagramda olan qadınlar öz fantastik dünyalarında yaşayırlar. Onlar Azərbaycanın necə bir reallıqda olduğunu, insanların necə düşündüyünü bilmirlər. Mən o qadınlara demək istəyirəm ki, gedin Lökbatanda, kafedə qab yuyan, yaxud da ki 20-ci sahədə, o küçənin qırağında, o kafedə mikrofonu qoyub oxuyan müğənni qadına yaxınlaşın. O sizə başa salacaq ki, Azərbaycanda insanlar nə düşünür, necə düşüncədədir, insanlar necədir, nə cürdür. Siz isə Instagramda öz fantastik dünyanızda yaşamağa davam edirsiniz və öz ağlınızın uydurduğu o fantaziyalara gerçəklik kimi yanaşırsınız. Onlar 1% belə gerçəkliyi əks etdirmir. Qadınlar, belə yenə kişilər heç olmasa bir məntiqli düşüncələr deyirlər, fərqli fikirləri paylaşırlar. Amma qadınlar nə edirlər? Onlar düşünür ki, kişiləri pisləməklə, feministləşmiş düşüncələri yaymaqla sanki bir uğur qazanacaqlar, sanki bu toplumda nəsə dəyişiləcək. Sən Instagramda video çəkməklə gerçək həyatda nəyisə dəyişiləcəyini düşünürsənsə, sən yuxunun içindəsən. Məsələn, 2 uşaqdır. Anaları bunları döydü, ataları döydü deyə qaçıb gediblər evdən. Və hamı bunları dəstəkləyir. Mən də deyirəm ki, siz anlayırsınızmı ki, ola bilər
bunlara kimsə bir müddət köməklik elədi. Ondan sonra heç kəs köməklik eləməyəcək. O yenə də anasına, atasına qalacaq. Onu sevməyəcəklər. Ona yardım edənlər belə egoizmə görə, videoya görə, buna görə, başqa səbəblərə görə eləyəcək. Və sənə yardım eləyəndə sən artıq özün qurbana çevrilirsən. Sən özünü alçalmış, incidilmiş birisi kimi, dilənçi kimi görməyə başlayırsan və sənin psixikanda bunu öyrəşir, mənə köməklik eləməlidirlər, qürur olmamalıdır, bu normaldır, sən köləyə çevrilirsən. Fərqinə varmır bunun insanlar. Ki bu iki uşaq ancaq atasına, anasına lazım olacaq. Amma adamlar deyir, bəli, bu yaxşıdır, onları köməklik eləmək lazımdır, uzaqlaşdırmaq lazımdır. Bu müvəqqəti olan bir şeydir. Və indiki, əvvəlki uşaqlar bunu eləyə bilmirdi. İndiki gənclər, yeniyetmələr də bunu eləyir. Məsələn, mən yeniyetmə olanda bir dəfə məktəbdə belə bir hadisə baş vermişdi. Onda insan məni söydü, mən də ona nəsə fikir bildirdim. Nəsə dalaşırdıq qapalı məkanda. Mən tək 7 nəfərə qarşı, 7 nəfər mənə cummuşdu və mən onlarla dalaşırdım. İdin mən nə demək istəyirəm sizə? İndiki yeniyetmələrə görə dalaşanda belə sən kütlə ilə arası getməlisən. Öz başına olmamalısan. Mən o vaxtı belə öz başına olan adamlara hörmət edirdim. Tək başına vuruşanlara, dalaşanlara, savaşanlara. İndi isə, indiki sosial-ictimai təfəkkürdə sən ya qorxaq kimi, zəif cılız birisi kimi bıçaqla gəzməlisən, yaxud da ki, talpa ilə bir yerdə hərəkət eləməlisən. Yəni, sənin öz başın olmamalıdır. İndiki yeniyetmə düşünür ki, mənim öz başım olmamalıdır. Mən talpa ilə hərəkət eləməliyim. Və siz düşünürsünüz ki, bunlar böyüyəndə, güya ki, indi yeniyetmədir, böyüyəndə amma individual şəxsiyyətə çevriləcək. Yox, o talpalıq varlıq olacaq yenə də. Yenə də 40 yaşı olsa da hər yerə baxacaq ki, görüm mənim haqqımda nə deyirlər, mənim haqqımda nə düşünürlər. Mən topluma uyğun, Vorzakon fəlsəfəsinə uyğunmu hərəkət edirəm? İnsanlar bloknot alırdı balaca. Onun içinə Vasmikonec ulduzlar çəkirdi. Hamısı özünü Vorzakon sayırdı. Niyə görə? Niyə oğru fəlsəfəsi romantikləşdirilir? Niyə? Çünki insanlar şüursuzdur. Afisant, Instagramda ağıllı danışan, xarici ölkədə təhsil alan adamdan daha ağıllıdır. Çünki o bilir ki, sosial-ictimai bir yerdədir və insanların, müxtəlif cür insanların necə düşündüyünü, həyata necə baxdığını görür, anlayır. Amma bu xarici təhsil almış gəlib qarşısına kamera qoyur, videoda danışır. O anlamır ki, sən necə bir toplumda yaşadığının fərqinə varmırsan. İnsanlar egoistdir. Egolarının uydurduğu gerçəkliyin, reallığının içində yaşamağa davam edirlər. Necə ki, bu qadın anlamadı ki, özünü aldadır. Orada panikaya, heç bir şeyə ehtiyac yox idi. Adamlar deyir, qadınlar deyir, kişi yoxdur. Kişi var ki, niyə görə belə deyirlər? Ona görə ki, kişi yoxdur. Xeyr, ona görə ki, onların xəyallarında, illüziyalarında, ideyalarında olan bir insan tipaj mövcud deyil. Belə bir adam yoxdur. Sən istəyirsən ki, içində ziddiyyətləri birləşdirən bir varlıq olsun. Həm dalaşsın, vuruşsun, həm xarizmatik olsun, o biri tərəfdən də pişik kimi mülayim olsun. Bu cahillikdir də, düzdür. Sən kişilərlə mübarizə apararaq, onlara nəysə sübut eləməyə çalışaraq, özünü güclü, maddi tərəfdən yaxşı vəziyyəti olan birisi kimi göstərməyə çalışaraq sən sadəcə acizliyini göstərirsən. Ey qadın. Niyə görə? Çünki sənin kişi ilə mübarizə aparmağın artıq sənin öz cinsinə hörmət etməməyini və qadın olduğunun şikəstliyini göstərir. Yəni sən qadın olmanın şikəst olduğunu qəbul edirsən, mübarizəyə başlayırsan, sübut eləməyə, təsdiq eləməyə çalışırsan, elə deyilmi? Və bununla da sən
öz cinsiyyətinin zəif olduğunu, onun ancaq kişi ilə mübarizədə güclü olduğunu göstərməyə çalışırsan. Yəni sən mübarizə aparırsansa, sən yarımçılıq kompleksində yarımçıq olduğunu göstərirsən, bunu anladırsan insanlara. Təəssüf ki, bu adamlara çatmır. Məsələn, adam yazır ki, mən Allahdan tələb eləyirəm, mən xoşbəxt olmaq istəyirəm. Mən nə deyə bilərəm adam? Çünki bu Azərbaycanlıların düşüncəsidir. Mənə nəsə lazımdır, mən istəyirəm. Mən xoşbəxt olmaq istəyirəm. Bu mən kimdir? Heç insan sual vermir, araşdırmır, sorğulamır. Mən nə olan bir şeydir belə? Və insanlar anlamır ki, onlar bax bu Instagram sosial şəbəkəsində videolarını paylaşmaqla daha da böyük bir egoizmin içinə düşürlər. O zibilxanaya çevrilir. Sən fantaziya yaradırsan, inanırsan, digərlər like qoyur, şərh yazır, təsdiqləyir və sənin eqonu artır. Çünki niyə insanlar video çəkir? Güya bildikləri bir şey var, sizinlə paylaşmağa çalışırlar. Yaxud da ki, yaradıcıdırlar. YouTube'da yaradıcı insanlar görürsünüz. Bəs Instagram'da yaradıcılıq nədir? Parodiya, qısa, gic videolar çəkməkdir. Lütlənmiş şəkil paylaşmaqdır. Bədəninin hissələrini göstərməkdir, uğurları göstərməkdir. Sadəcə egoizmin mənbəyidir. Mən ona görə ora insanın egosunun necə işlədiyi bir platforma kimi baxıram. İnsanlar orada rahat-rahat egolarını göstərirlər. Niyə video çəkməlisən sən? Niyə? Niyə göstərməlisən? Çünki sənin egoizmin, boşluğun, çarəsizliyin, acizliyin, heçliyin, mənliyin mövcud olmaması, öz olmasının təsdiq etməsini istəməsi, o istəyir ki, təsdiq olunsun, mövcudluğu təsdiq olunsun. Bunun üçün də cəmiyyət ona deyir ki, nailiyyətlər olmalıdır, bu olmalıdır. Onu məcbur eləyir ki, o sosial şəbəkəyə çıxsın və özünü göstərməyə başlasın. Hətta heç nədən başı çıxmayan insan belə yenə də Instagramı açır, nəysə paylaşır orada. Niyə? Çünki ego deyir ki, get qabağı, göstər özünü. İnsanlar musiqi yaradır. Beethoven illərlə bir dənə musiqi üzərində işləyirdi. İndi müğənni bir dənə şey yazır, çıxır ortaya deyir ki, mən sevgi haqqında nə qədər mahnı yazılıb. Sizcə bu sevgini önəmli göstərirmi, vacib göstərirmi? Yox. O insanlar o mahnıları sadəcə pul qazanmaq üçün restoranlarda, repertuarlarında yeni musiqi əlavə edilsin deyə yaradıblar və oxuyurlar pul qazanmaq üçün. Vəssalam. Budur. İncəsənət, mədəniyyət belə sadəcə o Instagram'dakı Reels kimi, populyar video kimi populyarlıq qazanır, diqqət qazanır. Ona görə Nietzsche deyirdi ki, ən dərin kitablar artıq oxunulmur. Hətta o vaxtı deyirdi, oxunulmur. Çünki biz baxırıq, Harry Potter ən çox satılan kitabdır. Bu Joan Rowling ən ağıllıdır. Nəyə ağıllıdır? Harry Potter filmin sayəsində reklam edilir. Sən o kitabın özünə baxsan, sən görəcəksən ki, o uşaq kitabıdır. O qadın belə nə qədər düşünsün, görürsünüz, baş qəhrəman kimi Harry Potter'ı kişini qoyub, kişi cinsində olan birisini qoyub. Çünki orada fədakarlıq var. Orada özünü qurban vermək var. Orada dostların üçün nəsə eləmək var. Orada vuruşmaq, savaşmaq var. Amma indiki feministləşmiş LGBT plus nəsə və BlackRock'un o pullar ayırdığı, BlackRock bilirsiniz də dünyanın ən böyük şirkətidir. O Hollywood fəlsəfəsi hər yerdə döyüşkən qadın, vuruşkan qadın, lider qadın obrazını filmlərdə, seriallarda yaymağa çalışır. İnsanlar seriallara baxır. Mən bir adam gördüm, 10 dəfə Yalı Çapqını serialına baxdı. Hər dəfəsində emosiyalar görürsünüz. Yəni, insanlar emosiyalar axtarır. Biz bir-birinə
sadiq olan, vəfalı olan qadın kişini bəyənmirik. Biz emosiya istəyirik, drama istəyirik. Çünki bizim içimizdə emosional masturbasiya gedir. Biz hər zaman emosiyalar istəyirik. Drama olsun. Kişi qadına xəyanət, qadın kişiyə, qadının keçmiş sevgilisi, kişinin keçmiş sevgilisi. Real həyatda da elədir. Belə qadınlara drama queen, yəni drama kraliçası deyilir. Bir qadın götürür bir kişi ilə flört yaşayır, o biri kişi qısqanır, bu kişiyə söz verir, o biri kişi buna pul alır, pul verir və belə yaşayır, emosiyaları vurur. Amma insanlar elə belə onları sevən adamlar da sevmir. Qadın deyir ki, mən istəyirəm Fransada, Parisdə ad günümü keçirdim. Yəni bir kişi məsələn səni sevirsə və sənə yaxınlaşıb deyirsə ki, gəl bir yerdə gedək çay içək, sən bunu qəbul eləmirsən. Paris olmalıdır, pul olmalıdır, iPhone olmalıdır. Güya coachlardır, filosoflardır, çıxırlar, ağıllı danışırlar. Nə bilim, valideynə hörmət elə, bunu elə, onu elə. Məcburiyyət olmamalıdır. Əgər sən bir insana məcburi şəkildə valideyninə hörmət elə deyirsənsə, sən onun içində, şuurunda parçalanma yaradırsan. O, bax, məsələn, mən sənə qarşı qəzəbliyəm. Amma mənə deyirlər ki, mərhəmətli mülayim ol. Mən mərhəmətli mülayim oluram, düzdür? Bu qəzəb ortadan aradan qaldırılmır. Bu yaşanılsa onda çıxıb gedə bilər. Amma bu gedir şuuraltıya və oradan siqnal verir. Bu da bunun kimi bir şeydir. Yəni sizlərin özünüzdən xəbəriniz yoxdur. Psixika necə işləyir, nə cür işləyir. Bu psixoloqlar var, bu qadınlar. Əlində dəftərdir, güya yazır. Ana, ata, qaynana, qız, nə bilim, münasibətlərinə. Nə danışsan sən? Yazmışam bir neçə dəfə şərh videolarının altında. Amma abunəçilərin sayı çoxdur deyə o da özünə inanır. Hamısı da düşünür ki, mən özümə inanıram və gerçəklik də onu göstərir ki, məsələn, mən sizə açıq həqiqəti deyirəm, köməklik edirəm. Siz qəbul eləmirsiniz. Amma bu cür insanlara gedirlər adamlar, 200 manat verirlər və kurslarını alırlar, istifadə edirlər. Niyə görə? Çünki bu adam sənə deyir ki, sən öləcəksən. Sən yox olacaqsan, sən yoxsan, sən mövcud deyilsən, özünü dərk eləməlisən. Kimsən, nəsən? Amma o sənə deyir ki, gəl yanıma, sənə xoşbəxtlik verəcəm, pul qazanacaqsan. Mən əvvəl bədbəxt idim, amma sonra bu duanı elədim və karyeram göylərə qalxdı. Mən belə videolar çəkib sizə aldada bilmərəm, amma siz aldanmaq istəyirsiniz. Yəni bu cəmiyyətdir, bu həyatdır. Burada hər zaman siz aldanılırsınız. İnsanın egosu onu aldadır. Bədəni, bu beyni aldadır, ağlı aldadır, insanlar aldadır. Hər bir şey səni aldadır. Sən yalanların içindəsən daima. Anladınız mı? Belə işləyir bu. Ona görə bax, biz yalan cəmiyyətinin içində yaşayırıq. Ənvər Abbasovun çəkdiyi o qısa skeçlər, videolar var, onlar gerçəkliyi göstərir. Görürsünüz, insanlar bir-biri ilə ancaq maddiyyat üçün danışır, maddiyyat söhbətlər aparır. Mən nə qədər pul verdim, sən nə qədər verdin, qohumlar arası münasibətlər maddiyyatın üzərində qurulub, bunun qızı buna nə verdi, bu nə dedi və bir-birlərinin sümüklərini yemək. Mən nə dedim, o nə dedi, insanlar yığışır, araq içir. Bu belə oldu, bu belə dedi. 20 il əvvəl mən belə elədim, qoz ağacı var idi, mən onu su vurdum, su verdim, o qoz ağacının qozlarını mən apardım ona, mən sizə bunu gətirdim, belə oldu. Yaradıcılıq yoxdur. Əsl yaradıcılıq kəramət böyük çölün araq içməyi ilə deyil. Gic-gic, boş-boş danışmağı ilə deyil. O da özünü reklam eləyir. Mən beləyəm, həqiqətəm, düzəm deyir. Oradan da götürür şey eləyir, paylayır ona buna, reklam eləyir. Deyir, mən dürüstəm, amma hiləgər videolar çəkir ki, yəni postlar paylaşır, məni baxın, izləyin. Bax, belədir. Sizi həqiqətlə, sizi dürüstlüklə, Müşfiq Ötkün kimi romantik fəlsəfə ilə belə sizi aldadırlar. Ay, dua eləyin. Allaha dua eləyin, siz cənnətə gedəcəksiniz.
Hacılar belə sizi aldadır. Hər kəs sizi aldadır. Bu toplumun özü mahiyyəti yalandan ibarətdir. Bunu sizə deyən yoxdur. Deyirlər, yaxşı belədir, onda rol oynayaq. Xeyr, rol oynama. Sən seçim eləməlisən. Ya sən bunun içində qalıb yalanları qəbul edəcəksən və beynin vaxt gedə-gedə yalanları görməyi normal qəbul edəcək, yalanları öyrəşəcək, necə ki bu qoca insanlarda baş verirsə, yaxud da ki sən daima öz üzərində işləyib özünü dürüstlük, vicdan çarmıxının üstündə öldürəcəksən və yenidən diriləcəksən. Bu ikisindən biri baş verəcək. Amma insanların çoxluqda hamısı neyniyir? Yalanı seçir. Onlar düşünür ki, necə ki tələbə, abituriyent düşünür ki, ay imtahanı verəcəyim, həyatım dəyişəcək, universitetdə tələbə olacağım. Siz görürsünüz də ki, bu yalandır. Eyni şey də sizinlədir. Sizin bax bu ideyalarınız, ümidləriniz, məqsədləriniz sizi bir şeyə gətirib çıxarmayacaq. Siz peşmançılığa gəlib çıxacaqsınız. Amma siz özünüzü aldatmağı seçirsiniz. Siz düşünürsünüz ki, bu sizə bir uğur vəd edəcək, siz nəsə qazanacaqsınız. Xeyr. Özünü dərk etmək lazımdır. Mən də bu barədə sizə danışdım. Bu qədər.